Niyə burdayıq? Niyə bu qədər çox çalışırıq? Əgər bir gün onsuz da ölümlə üz-üzə qalacağıqsa, niyə başqalarını heyran etməyə çalışırıq? Bu böyük niyə sualları minlərlə insanın beynində yaranır, xüsusilə də dini inancı olmayanların düşüncəsində. Camus bunu çox gözəl ifadə eləyir. İş, yemək, yuxu və sonra bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar hamısı eyni ritmlə. Bu yol adətən asanlıqla davam etdirilir. Amma bir gün niyə sualı ortaya çıxır və hər şey məhz oradan başlayır. Tarixə baxsaq görərik ki, insanlar əvvəllər daha çox dindar idilər və bu onlara müəyyən bir rahatlıq verirdi. Çünki onlar üçün mövcudluqla bağlı ən böyük suallardan biri artıq cavablanmışdı. Din insanlara Tanrı adı altında bir məqsəd hissi verirdi. Həyatları asan da olsa, çətin də olsa, sonda Yaradanla görüşəcəklərinə ümid edirdilər. Amma müasirlik irəlilədikcə Darwinin təkamül nəzəriyyəsi və digər elmi kəşflərlə birlikdə bir çox insan dini sadəcə mövcudluğa əsaslandırmaq üçün yaradılmış bir əxlaq kodeksi kimi görməyə başladı. 19-cu əsrdə Friedrich Nietzsche Şən elm əsərində Dəli Adam adlı güclü bir obraz təqdim etdi və məşhur sözlərini dedi. Tanrı öldü, onu biz öldürdük. Biz qatillərin qatilləri. Bu sözlər hərfi mənada deyilməmişdi. Nietzsche Tanrının fiziki olaraq öldüyünü demirdi. Avropada Tanrı ilə bağın zəiflədiyini müşahidə edirdi. Elm və alternativ fəlsəfələr xüsusilə də xristianlığın yerini almağa başlamışdı. Nietzsche dinin zəifləməsinin insanların düşüncəsini xaosa sürükləyəcəyinə inanırdı. Onun fikrincə din olmadan insanlar qaçılmaz şəkildə nihilizmə yönələcəkdilər. Çünki ali bir güc və ya məqsəd olmayanda həyatın mənası da dağılır. O zaman insan özünə sual verir. Biz niyə burdayıq? Bütün bunlar nə üçündür? Başqalarının nə düşündüyü niyə önəmlidir ki? Bu düşüncə tərzi bir boşluq yaradır. Depressiya və narahatlığa aparan bir boşluq. Və nihilizm məhz bu boşluğu təmsil edir. Nihilizmin cəmiyyəti necə xaosa sürüklədiyi haqqında ətraflı bir video hazırlayacağam. Əgər nihilizm çıxılmaz bir yol kimi görünürdüsə, Albert Camus həyata baxışda tamamilə yeni bir yanaşma təqdim etdi. Absurdizm. Adından da göründüyü kimi həyat absurd, yəni məntiqsizdir. Camus absurdizm fəlsəfəsini izah etmək üçün qədim Yunan mifindən, Sizif əfsanəsindən istifadə etdi. Bu fəlsəfə insanın həyatdan məna tapmaq istəyi ilə kainatın laqeyd səssizliyi arasındakı toqquşmanı araşdırır. Əfsanəyə görə Sizif tanrılar tərəfindən bir qayanı dağın zirvəsinə qədər itələməyə məhkum edilir. Amma hər dəfə zirvəyə çatanda daş yenidən aşağı yuvarlanır. Sonsuz, mənasız və faydasız bir dövr. Camus Sizifin cəzasını insan vəziyyətinin metaforası kimi şərh edir. Onun fikrincə həyat insanların davamlı olaraq məqsəd, doyum və cavab axtardığı bir mübarizədir. Amma bu şeylər çox vaxt əlçatmaz görünür. Camus bunu absurd adlandırır. İnsanın məna ehtiyacı ilə kainatın buna heç bir cavab verməməsi arasındakı həllolunmaz ziddiyyət. Bu absurdluq qarşısında ümidsizliyə və ya nihilizmə düşmək əvəzinə Camus müqaviməti və dirənişi müdafiə edirdi. O deyirdi ki, Sizifi xoşbəxt təsəvvür etməliyik. Çünki o, tapşırığının mənasız olduğunu bilməsinə baxmayaraq, mübarizənin özündə dəyər tapırdı. Camus üçün absurdluğu qəbul etmək, indiki anı tam yaşamaq, həyatın məhdudiyyətlərini qəbul etmək və son məqsədin olmadığını anlayaraq azadlığı kəşf etmək deməkdir. Camus bunu belə ifadə edir. İnsan öz içindəki xoşbəxtlik və ağıl axtarışı ilə dünyanın məntiqsiz səssizliyi qarşısında dayanır. Absurd məhz bu qarşılaşmadan doğur. Albert Camus deyirdi ki, o Tanrıya inanmır, amma özünü ateist də saymırdı. Onun fikrincə, əgər Tanrı varsa belə, biz onu heç vaxt tam olaraq dərk edə bilmərik.
Bu səbəbdən Tanrını axtarmağı məntiqsiz hesab edir və kainatın səssizliyini qəbul etməyi təklif edirdi. İnsan beyni məna axtarmağa proqramlaşdırılıb. Amma Camus'un fikrincə, absurdluqla baş etməyin yollarından biri istənilən bir inanc sistemini qəbul etməkdir. Tək ki, nihilizm olmasın. Bir din və ya bir ideologiya seç, xristianlıq, İslam və ya başqa bir fəlsəfə fərqi yoxdur. Sadəcə ona bağlan, sorğulamağı dayandır. Camus buna fəlsəfi intihar deyirdi. Çünki bu, həyatın mənasızlığı ilə üzləşməmək üçün eksistensial həqiqəti axtarmaqdan imtina etmək deməkdir. Digər yol fiziki intihardır. Camus bu yolu qətiyyən qəbul etmirdi. Həyat nə qədər amansız olsa da o yalnız bir dəfə verilir. İntihar heç bir sualı cavablandırmır. Camus üçün üçüncü və əsas yol isə absurdizm idi. Camus'un absurdizmi insanı cavab axtarışından azad etməyi təklif edir. Kimin nəyinə lazım? Heç bir fərqi yoxdur. Niyə narahat olun? Nə olsun ki? Onun fikrincə bu düşüncə tərzi həyatı xeyli az gərgin edir. Absurdizm qəbul edir ki, həyatımız təkrarlanan rutinlər və bitməyən dövrlərlə Sizifin hekayəsinə bənzəyir. Monoton, bəzən sıxıcı və hətta depressiv görünən bir mövcudluq. Gündəlik 9-dan 5-ə qədər olan iş rejimini düşünün. Günlər bir-birinə qarışır, hamısı eyni görünür. Camus Sizifin daşı itələməsini bizim həyat tərzimizin simvolu kimi görürdü. Amma ümidsizliyə qapılmaq əvəzinə o bizi irəli getməyə çağırırdı. Adətən cəsarət etmədiyimiz şeyləri sınamağa təşviq edirdi. Camus inanırdı ki, uğursuzluq qaçılmaz olsa belə yolumuza davam etməliyik. Həyatın absurdluğunu qəbul etməli və sonda hamımızın yıxılıb yenidən qalxacağımızı anlamalıyıq. Absurdizm bizə öyrədir ki, ali bir cavab olmaya bilər. Amma bu ümidsizliyə səbəb olmamalıdır. Əgər həyatın məqsəd yaratmaqdırsa, hər çətinlik sadəcə növbəti pillədir. Bu münasibəti mənimsədikcə uğursuzluq qorxusu zəifləyir. Risk almağa və əvvəllər qorxduğun hədəflərin arxasınca getməyə sanki azad edir. Bəs sən nə qədər razısan Camus'un bu düşüncələri ilə? Səncə həyatın absurdluğunu qəbul edib tam şəkildə yaşamağı seçmək necə olardı? Əgər azadlığın, sağlamlığın və həyatın varsa, daha nə istəyə bilərsən ki? Nihilizmdə kifayətlənmək əvəzinə absurdizm bizə daha çox şey təklif edir. Camus demişdi, xoşbəxtliyin nədən ibarət olduğunu axtarmağa davam etsən, heç vaxt xoşbəxt olmayacaqsan. Həyatın mənasını axtarsan, heç vaxt yaşamayacaqsan. Azad olmayan bir dünyada azad olmağın yeganə yolu o qədər azad olmaqdır ki, mövcudluğun özü bir üsyana çevrilsin. Friedrich Nietzsche də cəmiyyətin bizə zorla aşladığı normalardan qopmağın vacibliyini vurğuluyordu. Absurdizm bu zəncirləri qırmaq, niyə vecimə olsun sualını verməkdir. Ailəndən və ya mədəniyyətindən gələn inanclar olsa belə, həyat sənindir, məqsədi də sən müəyyən edirsən. Zirvəyə doğru mübarizənin özü bir insanın qəlbini doldurmağa kifayətdir. Sizifi xoşbəxt təsəvvür etmək lazımdır. Dünya xaotikdir və hər gün daha da qarışıq hala gəlir. Nihilizm hər yeri bürüyür, insanlar yorulub, stres artır, intihar hallarının sayı yüksəlir. Absurdizm isə fərqli bir yol göstərir, yaşamaq üçün səbəb yaradır, xaosun içində öz mənanı tapmağa çağırır. Xarici təsdiqin dalınca qaçmaq əvəzinə ehtiraslarını izləmək, real bağlar qurmaq, kiçik anları qiymətləndirmək mümkündür. Həyatın özündə hazır bir mənası olmaya bilər və eyni zamanda onu yaratmaq sənin məsuliyyətindir. Əsas məsələ əzab çəkmək deyil, ona necə cavab verdiyimizdir. Camus həyat boyu çətinliklərlə üzləşmişdi. Əlcəzairdə yoxsulluq içində doğulmuşdu. Birinci Dünya müharibəsində atasını itirmiş və çətin şərtlər altında anası ilə böyümüşdü. Gənc yaşlarından insan əzabına və sosial ədalətsizliyə qarşı çox həssas idi. O, vərəm xəstəliyi ilə mübarizə aparmış, bu ona həyatın kövrəkliyini daim xatırladıb və ölümlə bağlı düşüncələrini dərinləşdirirdi. Camus həyatı cavabsız bir kainatda məqsəd axtarışı kimi təsvir edirdi. Amma ümidsizliyə qapılmaq əvəzinə həyatın absurdluğunu qəbul etməyi və mübarizənin özündə sevinç tapmağı təklif edirdi. Bu təcrübələr
Onu ideologiyalardan çox mərhəmətə üstünlük verməyə yönəltdi. Camus nəticəyə gəlmişdi ki, əzab qaçılmazdır, amma o insanı daha dözümlü edir və həyatın ötəri gözəlliyini daha dərindən dərk etməyə kömək edir. Yad romanındakı Merso və Taun əsərinin qəhrəmanları bu ideyanı təcəssüm etdirir. Onlar həyatdan qaçmır, inanclara sığınmır, reallıqla üzləşir və şəxsi seçimləri ilə məna yaradırlar. Absurdizm azad və yüngül bir həyat təqdim edir. Amma dürüst olaq, heç nəyi vecinə almamaq müəyyən bir nöqtəyə qədər işləyir. Bu laqeydlik cazibəsini itirir, çünki kökündə heç nəyə inanmamaq dayanır. Bu tip fəlsəfələr insanı inancdan və əxlaqdan uzaqlaşdıra bilər. Kimə nə düşüncəsi, bugün internetdə bəzi insanların məsuliyyətsiz həyat sürənlərin düşüncə tərzini formalaşdırıb. İnsan inanmaq üçün yaradılıb. Bizi kim yaradıb? Həyat necə yoxdan var olub? Biz əzəldən mövcud idikmi? Bu suallar cavabsız qaldıqca zehində xaos böyüyür. Əgər cavab heç nədirsə və insanın heç bir dəyəri yoxdursa, nəticə belə baxanda nihilizmlə eyni olur. Biz həyatın absurdluğunu qəbul edə bilərik, amma bəzən yenidən inanca və mənalı ideyalara qayıtmaq məcburiyyətindəyik. İnsan təbiəti daha böyük bir şeydə doyum tapmaq istəyir. Məna axtarışı insanlığın mərkəzində dayanır. Absurdizmi son dayanacaq kimi qəbul etmək əvəzinə onu sual vermək və cavab axtarmaq üçün bir stimul kimi istifadə edə bilərik. Camus absurdizmini tam qəbul etmək əvəzinə onun müsbət tərəflərini götürmək daha doğrudur. Bruce Lee-nin də dediyi kimi, faydalı olanı al, faydasızı at və onu özünə məxsus et.